Əkizlər bugün ilk dəfə pizza yedilər. Reaksiyaları görməliydiniz. Uşaqlar oyanar-oyanmaz bugünkü planım hazır idi. Onları biraz çöldə gəzdirib, güldürüb, yeni şeylər yaşadaq. Bəzən sadəcə evdən çıxmaq belə çox şey dəyişir. Onlar üçün dünya çöldən başlayır. Gedək biraz gəzək, gülək, həyatın dadını çıxaraq. Bəzən biz valideynlər deyirik, uşaqları gəzintiyə çıxardım. Əslində biz onları həyata daha da yaxınlaşdırırıq. Onlar baxır, hiss edir, öyrənir və sevinirlər. Uşaqlar üçün park bir dünya kimidir. Hər daş, hər yarpaq, hər yerləncək onlar üçün kəşfdir. Onlar baxır, soruşur, qaçır, güldürür. Yerləncəklər sadə görünə bilər, amma Atilla və Alparslan üçün bu sanki uçmağa bərabərdir. Yerləndikcə gülürlər, səs-səsə bir-birinə baxıb sevinirlər. Fırlanırlar, dünyaları fırlanır, amma özləri sevinclə qışqırırlar. Sanki bu an sonsuz olsun istəyirlər. Yemək fasiləsi veririk və günün ən dadlı hissəsi gəldi. Pizza. Onların həyatında ilk dəfə idi pizza yeyirdilər. Əvvəlcə tərəddüd etdilər, qoxladılar, baxdılar. Bu da bir ilk idi. Kiçik, amma yadda qalan. Bəzən kənardan baxanlar deyir, necə bacarırsan? Cavabım sadədir, məhəbbətlə. Yorulsam da, tələssəm də, bəzən susmaq istəsəm də, bu anların geri dönüşü yoxdur. Uşaqlıq bu qədər sürətli keçir. Bugün sadəcə bir gəzinti deyildi. Bugün biz birlikdə xatirə yaratdıq. Küçədə atılan addımlar, paylaşdığımız pizza, yerləncəkdəki qəhqəhə, bunlar bizim tariximizə yazıldı. Videonu bəyəndisə bəyənməyi unutmayın. Hələlik görüşərik.